Əl-Əhqaf Qumsal Təpələr Suresi Mərhəmətli və rəhimli Allahın adı ilə Ha-Mim Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. De ki, bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin. Allahı qoyub, qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışlarından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb, onu inkar edən kafirlər, bu açıq bir sehirdir deyirlər. Yaxud, bunu özündən uydurmuşdur deyirlər. De ki, əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O, sizin Qur'an haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, bağışlayandır, rəhimlidir. De ki, mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabi oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm. De ki, bir deyin görək, əgər bu Qur'an Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalimları doğru yola yönəltməz. Kafirlər möminlərə dedilər, əgər Qur'an xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər. Onlar bununla doğru yola gəlmədikləri üçün, bu köhnə yalandır deyəcəklər. Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabı var idi. Bu isə zalimları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir kitabdır. Həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətində daşınma və süddən kəsilmə müddəti 30 ay çəkir. Nəhayət o, yetkinlik çağına yetişib 40 yaşa çatdıqda deyər, Ey Rəbbim, mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin neymətə şükr etmək və sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver.
nəslimi də mənim üçün əməli salih et. Mən sənə tövbə etdim. Həqiqətən mən müsəlmanlardanam. Belələri əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu, onlara verilmiş doğru vəddir. Kimisi də ata-anasına, tüfu sizə, məndən əvvəl neçə-neçə nəsillər gəlib getdiyi halda, siz məni qəbirdən çıxarılacağımla mı hədəliyirsiniz, deyər. Onlar Allahdan yardım diləyərək, vay sənin halına, iman gətir, Allahın vədi haqdır deyərlər. O isə, bu keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir, deyər. Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də onlar ziyana uğrayanlardır. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz. Kafirlər odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir. Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bugün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız. Ad tayfasının qardaşını xatırla. Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib getmiş qumsal təpələrdə yaşayan tayfasını, Allahdan başqasına ibadət etməyin, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram deyə xəbərdar etmişdi. Onlar isə demişdilər, sən bizi məbudlarımızdan döndərməyə mi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir. Hud dedi, bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm. Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə, bu bizə yağış yağdıracaq buluddur, dedilər. Hud dedi, xeyr, bu sizin tez gəlməsini istədiyiniz, özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir. O, öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir. Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq. Sizə vermədiyimiz imkanları biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları əzab bürüdü. Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara müxtəlif cür izah etdik ki, bəlkə küfrdən əl çəkələr. Bəs nəyə görə Allahı qoyub ona yaxınlaşmaq məqsədi ilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır. Bir zaman bir dəstə cini Qur'anı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə, susun, qulaq asaq dedilər. Qur'an oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədi ilə
öz tayfalarının yanına qayıtdılar. Onlar dedilər, ey qövmümüz, biz həqiqətən də Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir kitab dinlədik. Ey qövmümüz, Allahın təbliğatçısını qəbul edin və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın. Allahın təbliğatçısını qəbul etməyən kimsə, yer üzündə Allahdan yaxa qurtara bilməz və ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər. Məyər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O hər şeyə qadirdir. Kafirlər odun qarşısına gətiriləcəkləri gün onlara, məyər bu həqiqət deyilmi deyiləcəkdir? Onlar, bəli, Rəbbimizə and olsun ki, həqiqətdir deyəcəklər. Allah da, küfr etdiyinizə görə dadın əzabı deyəcəkdir. Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et. Onlara əzabın tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün, gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğatdır. Heç fasik adamlardan başqası məhv edilərmi? Muhammed Suresi Mərhəmətli və rəhimli Allahın adı ilə Kafirlərin və insanları Allahın yolundan saptıranların əməllərini Allah puça çıxarmışdır. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Mühəmmədə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir. Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə, əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulana da kafirlərlə belə rəftar edin. Bax belə, əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O, sizi bir-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq və onları özlərinə tanıtmış olduğu cənnətə daxil edəcəkdir. Ey iman gətirənlər! Əgər siz Allaha kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. Qoy məhv olsun kafirlər. Allah onların əməllərini puça çıxardar. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər. O da onların əməllərini puça çıxartdı. Məyər onlar yer üzündə gəzib dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. Bu ona görədir ki, Allah möminlərin himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur.
Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnət bağlarında yerləşdirər. Kafirlər isə müvəqqəti olaraq keyf çəkər, heyvan kimi yeyib içərlər. Onların yeri oddur. Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkətlər var idi ki, biz onları məhv etdik və onlara bir kömək eləyən də olmadı. Məyər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi? Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir. Orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məyər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər. O bayaq nə deyirdi? Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar. Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər. Məyər kafirlər o saatın qəfildən onlara gəlməsindən başqa bir şey mi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir. Möminlər, kaş cihada dair bir surə nazil olaydı deyirlər. Hökmü bəlli bir surə nazil olub, orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlara daha yaxşı olardı ki, itayət etsinlər və xoş söz söyləsinlər. Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı. Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kör etdiyi kimsələrdir. Məyər onlar Qur'an haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? Hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə biz bəzi işlərdə sizə itayət edəcəyik dedilər. Allah onların sirlərini bilir. Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq. Əgər biz istəsəydik, onları sənə göstərərdik.
sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. Biz aranızdakı mücahidləri və səbr edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq. Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan saptıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır. Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin. Şübhəsiz ki, kafir olanları, insanları Allah yolundan saptıranları, sonra da kafir kimi ölənləri Allah heç vaxt bağışlamayacaqdır. Siz də cihadda zəiflik göstərməyin və üstün olduğunuz halda kafirləri sülhə çağırmayın. Allah sizinlədir. O sizin əməllərinizi əsla əskiltməz. Həqiqətən dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib Allahdan qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal dövlətinizi istəməz. Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar. Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah zəngin, siz isə kasıbsınız. Əgər üç çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. Əl-Fəth, Zəfər surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həqiqətən biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonraki günahlarını bağışlasın. Sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən O'dur. Göylərin və yerin orduları Allahındır. Allah biləndir, müdrikdir. Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir. Həm də ona görədir ki, Allah özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın. Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. Göylərin və yerin orduları Allahındır. Allah qüdrətlidir, müdrikdir. Həqiqətən biz səni şahid, müjdəçi və xəbərdarlıq edən elçi kimi göndərmişik. Biz belə etdik ki, siz Allaha və onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz
Allahı tərifləyəsiniz. Sənə beyyət edənlər Allaha beyyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. Geri qalan bədəvilər sənə, var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De ki, əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, onun edəcəyi işin qarşısını kim ala bilər? Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. Doğrusu siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, şeytan tərəfindən qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb, məhvə məhkum adamlar oldunuz. Kim Allaha və onun elçisinə iman gətirməzsə, bilsin ki, biz kafirlər üçün od hazırlamışıq. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır, rəhimlidir. Siz qənimətləri götürməyə getdiyiniz zaman səfərdən geri qalanlar, qoyun biz də sizin arxanızca gələk deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki, siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir. Onlar, xeyr, siz bizə həsəd aparırsınız deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır. Geri qalan bədəvlərə de ki, siz çox qüvvətli bir tafiyə qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itayət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, o sizə ağrılı-acılı bir əzab verər. Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və onun elçisinə itayət etsə, Allah onu ağacları altından çaylar axan cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. Möminlər Hüdeybiyyədə ağac altında sənə beyyət edərkən, Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi. Onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Üstəlik, alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah qüdrətlidir, müdrikdir. Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bunları sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin. Ələ keçirə bilmədiyiniz başqa qənimətlər də vardır. Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir. Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımcı taparlar. Allahın əzəldən müəyyənləşdirdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda heç vaxt bir dəyişiklik tapa bilməzsən. Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra
Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən odur. Allah sizin nə etdiklərinizi görəndir. O kafirlər sizi Məscid-ül-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik. Kafirlər öz qəlbində təkəbbürlüyə, cahillik lovğalığına qapıldıqları zaman Allah öz elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. Allah öz elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla başlarınızı qırxdırmış, bəzilərinizdə saçlarını qısaltmış halda və qorxmadan Məscid-ül-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq sizə yaxın bir qələbə də bəxş edəcəkdir. İslamı bütün dinlərdən üstün etsin deyə öz elçisini hidayətlə və həqiqi dinlə göndərən odur. Şahid kimi Allah kifayətdir. Muhammed Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rükû edən, səcdiyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən, əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb, onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb, gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib, yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. Əl-Hücurat, Otaqlar Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey iman gətirənlər! Heç bir şeydə Allahı və onun elçisini qabaqlamayın. Allahdan qorxun. Həqiqətən Allah eşidəndir, biləndir. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa özünüz də hiss etmədən əməlləriniz hədər gedər. Həqiqətən Allahın elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar. Sən onların qarşılarına çıxanadək səbr etsəydilər, əlbəttə bu onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhimlidir. Ey iman gətirənlər!
Əgər bir fasik sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. Bilin ki, Allahın elçisi aranızdadır. Əgər o bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah biləndir, müdrikdir. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə o, Allahın əmrini yerinə yetirməyə qayıdənədək vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər həqiqətən də qardaşdılar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. Ey iman gətirənlər! Bir cəmaat digərini məsxəriyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasik adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlardır. Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin. Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız, ondan ən çox qorxanınızdır. Həqiqətən Allah biləndir, xəbərdardır. Bədəvilər, biz iman gətirdik, dedilər. De ki, siz qəlbən iman gətirmədiniz. Ancaq biz müsəlman olduq deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və onun elçisinə itayət etsəniz, o sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. Möminlər ancaq Allaha və onun elçisinə iman gətirən, sonra heç bir şəkki şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. İmanlarında sadiq olanlar da məhz onlardır. De ki, siz dininizi Allaha mı öyrədirsiniz? Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir. Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De ki, müsəlman olmusunuz deyə mənə minnət qoymayın. Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir. Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir. Allah sizin nə etdiklərinizi görür. Qaf surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Qaf.
Şərəfli Qur'ana and olsun. Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: bu çox qəribə bir şeydir. Məyər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır. Həqiqətən biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir kitab vardır. Lakin həqiqət onlara məlum olduqda, onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər. Məyər onlar başları üstündəki göyə baxıb, onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu Allaha üst tutan hər bir qul üçün ibrət və öyüd nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik. Onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik. Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. Onlardan əvvəl Nuh qövmü, Rəs əhli, Səmud tayfası elçiləri yalançı saydı. Ad qövmü, Firon xalqı, Lut tayfası, Əykə əhli və Tubba qövmü, bunların hamısı elçiləri yalançı saydı və mənim təhdidim gerçəkləşdi. Məyər biz ilk yaradılışdan zəiflədikmi? Xeyr. Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər. İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bu günün haqqında qəflət içindəydin. Amma biz pərdəni sənin üzündən qaldırdıq. Sən bugün çox yaxşı görürsən. Yoldaşı mələk deyəcəkdir: bu yanımdakı hazırdır. Allah əmr edib deyəcək: atın cəhənnəmə hər bir inatçıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı, atın onu şiddətli əzabın içinə. Yoldaşı şeytan deyəcəkdir: ey Rəbbimiz, onu mən yoldan çıxartmadım. Əksinə, o özü dərin azğınlıq içində idi. Allah deyəcəkdir: mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm. O gün biz cəhənnəmə doldunmu deyəcəyik. O isə yenə varmı deyəcəkdir. Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən cənnət. O, hər bir tövbə edib Allaha üst tutan, onun əmrinə riayət edən, mərhəmətli Allahdan onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun. Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır.
Üstəlik, hüzurumuzda bundan da artığı Allahı görmək vardır. Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyar və diyar gəzib dolaşırdılar. Məyər əzabdan qaçıb qurtara bildilərmi? Həqiqətən bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. Biz göyləri, yeri və onların arasında olanları 6 gündə yaratdıq və bizə heç bir yorğunluq üz vermədi. Sən onların dediklərinə səbr et. Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə. Gecənin bir vaxtında və səcdələrdən sonra onun şəninə təriflərdir. Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır. O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür. Şübhəsiz ki, dirildən də, öldürən də bizik. Dönüş də yalnız bizədir. O gün yer onlardan ötürü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə onları bir yerə yığmaq bizim üçün asandır. Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən mənim təhdidimdən qorxanlara Qur'anla öyüd nəsihət ver. Əz-Zariyat, Toz-torpağı səpələyənlər surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun toz-torpağı ətrafa səpələyənlərə, and olsun yağmur yükü daşıyanlara, and olsun asanlıqla üzüb gedənlərə, and olsun işləri paylaşdıranlara. Sizə vəd olunanlar həqiqətdir. Haqq hesab da mütləq çəkiləcəkdir. And olsun gözəl görünüşü olan səmaya. Sizin sözləriniz ziddiyyətlidir. Ondan dönən kimsə döndərilər. Məhv olsun yalançılar. O kəslər ki, cəhalət içində olan qafillərdir. Onlar haqq hesab gününün nə vaxt olacağını soruşurlar. O gün onlara odda əzab veriləcəkdir. Onlara deyiləcək, dadın əzabınızı. Sizin tez tələsik gəlməsini istədiyiniz şey budur. Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və bulaqlar başında olacaqlar. Öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. Onlar gecələr ibadət edib az yatırdılar. Sübh çağı isə bağışlanma diləyirdilər. Onların mal dövlətində dilənçinin və yoxsulun payı vardır. Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məyər görmürsünüz? Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdı mı? Onlar onun yanına daxil olub, sənə salam olsun dedilər. İbrahim, sizə də salam olsun. Siz yad adamlara oxşayırsınız, dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub, yemək yeməyəcəksinizmi, dedi. O, qonaqların yemədiklərini görüb, onlardan qorxuya düşdü. Onlar, qorxma, dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi, axı mən sonsuz qoca qarıyam. Onlar dedilər, sənin Rəbbin belə demişdir. Həqiqətən o, müdrikdir, biləndir.